Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Bu gün dostlarım sizlərə fundamental analiz nədir? Əsasən yəni bu bazarda bizim bilməyimiz ən çox və ən çox üstünlük verəcəyimiz şey fundamental analizdir. Fundamental analizi qısaca bu şəkildə başa düşə bilərsiniz ki, yəni ki, dostluğu göstər mənə, sənin kim olduğunu göstərəm. Bu atasözü ilə də bunu başa düşmək olar. Niyə? İndi isə fundamental analiz bu bazarda təbii ki, bizim çox böyük işimizə yarayır. Bəzən bizlər kriptovalyuta bu bazarda araşdırarkən hər zaman da sizlərə deyirəm ki, dibdə olan kriptovalyutalara daha çox yönəlin. Çünki niyə? Bu bazar, kriptovalyuta bazarı onsuz da riski sevən bir bazardır. Başa düşdünüz yoldaşlar? Yəni ki, amma baxır day nəyə risk eləyirsən? Qarşıva çıxacaq hər kriptovalyutaya bu o demək deyil ki, sən risk edəsən. Ancaq risk edəndə də təbii ki, ağıllı yatırımlar etməliyik. Okey, itirə bilərik. Ancaq itirəndə də bilək ki, nəyə görə itirdik, nəyə risk etdik. Risk etdiyimiz kriptovalyutanın məntiqini də başa düşməliyik. Burada məsəl üçün XRP. Bax, açdıq XRP-ni. XRP deyək ki, bir kriptovalyutanın arxasında, yeni bazara çıxmış bir kriptovalyutanın arxasında dayanıb, görürük ki, XRP onu dəstəkləyir. Düzdürmü? Həmin valyutanı təbii ki, gedib biz də alacağıq. Niyə? Səbəb nədir? Çünki biz XRP-nin qrafikinə baxdığımızda görəcəyik ki, burada XRP məsəl üçün 2013 ilindən bu yana, hətta 2013-ün ortalarında çıxıb da bu. 2013-dən bu yana XRP bu kriptovalyuta dünyasında var. Okey, indi mənim XRP-nin bəzi şeylərindən xoşum gəlmir. Bunun sayı çoxdur da, 100 milyarddır. Bu mənim şəxsi öz fikrimdir. Ona görə də XRP yatırımını sözün açığı 2021-ci ildən bu günə qədər etmirəm. Çünki bunun bir dənə ilişib qaldığım yer, okey, mükəmməl texnologiyası var. Banklara rəqib bir kriptovalyutadır. Sadəcə bir dənə ilişib qaldığım yer XRP-də sayıdır. Başa düşdünüz, bazarda olan ədədidir. Nəysə, XRP-nin arxasında durduğu, deyək ki, bir valyuta tapdıq, düzdürmü? Baxırıq ki, XRP 116 milyard dollar kapitala, market cap'ə sahib olan bir kriptovalyutadır. Biz əlbəttə ki, anında risk edərik. Çünki niyə? XRP-nin özü doğru valyutadır. Axı bayaqlarım dedik, fundamental analiz bizim atalar sözünə əslində çox bənzəyir. Dostluğu göstər mənə, kim olduğunu deyim sənə. XRP-nin dəstəklədiyi bir valyutanı bizlər hamımız gedib dəstəkləyərik. Sırf XRP-yə görə. Burada bizə güvəni verən nədir? XRP. Ancaq deyək ki, Terra Classic, düzdür? Bu da bir valyutadır və zamanında 40 milyard dollar kapitala sahib idi. Burada gördüyünüz kimi 40 milyard dollar market cap'i var idi. Düşünün ki, bu 40 milyard dollar market cap'dən hara düşür? 200 milyon dollar market cap'ə. Yəni nədir? Burada bütün insanların 40 milyard dollar pulunu yeyirlər. Milyardlarla dollar. İndi düşün, Terra bu günlərim bir kriptovalyutanı dəstəkləsə, sən gedib o kriptovalyutanı almayacaqsan. Çünki niyə? Terra artıq zamanında insanları aldadaraq əllərindəki kapitalları aldı. İnsanlar Terra'ya nəyə görə yatırım etdi ki? Terra blokçeyni artıq inkişaf edə gedir. Okey, bir kriptovalyutanın, məsəl üçün XRP kimi geri düşüşü normaldır. Bax, deyək ki, XRP bu günlərim 2018-ci ildə. Burada hara qədər? 3 dollara qalxıb və 3 dollardan düşüb 20 sentlərə qədər. Təkrardan illər ərzində özünü doğrulayırmı? Doğrulayır. Həmçinin Ethereum. Gəlin baxın, Ethereum-a baxalım. 2 dollar 80 sentdən qalxır hara qədər? 1028 dollara qədər. Təkrardan baxdığımızda 100 dollara qədər düşür. 100 dollara qədər də, yəni ortada artıq 900 dollarlıq bir düşüş var. Amma illərə baxdığımızda görürsünüz ki, komanda işləyir, komanda özünü doğrulayır və nə olur? Qiymət tarazlığı, qiymət tənzimləməsi, yəni bir sözlə də
Ethereum təkrardan düşdüyü yerdən qalxa bilir. Burada da təbii ki, ikili, üçlü alımlardan da istifadə edirsiniz. Ən çox, yəni əgər bir proyekt həqiqətən proyektdirsə, yəni başlayırsınız ona yönəlməyə, çünki özünü doğruldur axı. Burada məsəl üçün, baxın, Ethereum 4720 dollardan hara qədər düşür? Ən dip səviyyəsi 1000 dollara düşür, təkrardan 4500 dollara qədər yüksələ bilir. Başa düşdünüz? Yəni ki, bu günlərim Ethereum hər hansısa bir kriptovalyutanı çıxıb desə ki, dəstəkləyirəm, %100 o kriptovalyuta sənə qazandırır. Bunu ona görə sənə qazandırır ki, çünki Ethereumun bir sözlə kəlməsi kəlmədir və zamanında insanlara çox böyük qazanclar verib. Həmçinin XRP də bu günlərim sıfırdan yeni bir kriptovalyuta tanıtsa və ya alttan subliminal mesaj verərək bir kriptovalyutanı dəstəklədiyini bildirsə, insanlar, cəmiyyət Ethereum izləyir, XRP-ni izləyir, Bitcoin-i məsəl üçün izləyirlər, Zcash-ı bu dəqiqə izləyirlər, çünki Zcash bir trenddir. Amma durub mantra valyutası, düşün ki, bir kriptovalyutanı dəstəkləyirsə, mantraya baxdığımızda 8 dollardan 7 sentə düşür. Yəni bu düşə bilər, 4 dollara düşər, 3 dollara düşər. Bu boyda da düşüş artıq insanların əlindən hər şeyi almaq deməkdir. Yəni düşün da bundan o yana insanlardan nə yeyəcək? Market cap'ini açıb baxdığımızda 7 milyard dollar, 8 milyard dollardan ortada sadəcə 80 milyon dollar pul qalıb. Bax, bizim bəzən etdiyimiz ən böyük səhvlərdən elə biri də budur ki, məsəl üçün bu günlərim qrafikə baxırıq, deyirik ki, bu token zamanında 8 dollar olub, indi düşüb 7 sentə. Bunu təkrardan alın, bu təkrardan 8 dollara qalxa bilər. Sən artıq burada dərk etmirsən ki, market cap'in 8 milyardını artıq mantra token yeyib dağıdıb. Komandaları öz aralarında 100 milyonlarla dollar pul bölüşürlər. Yəni sənin kimi yüz minlərlə inanan bu kriptovalyutaya insanların inamını zədələyərək əllərindəki pulları alıb özlərinə mənimsəyirlər. Və bunun indən belə güvən qazanması sıfıra bərabərdir. Həmçinin Terranın da 40 milyard dollar pul yeyiblər. Buna bilirsiniz sadəcə və sadəcə kimlər inanır? Bax, mən sizə deyim. Buna inananlar bu kripto bazarında yeni olan insanlardır. Ki, bu günlərim baxırlar ki, Terra'ya 108 dollardan düşüb, məsəl üçün, 5 dənə sıfıra biabırçı bir miqdara, bu təkrardan 100 dollar ola bilər. Sıfırları bunun və ya sıfırları çox olan bir valyutanı düşünürlər ki, 1 dollara yüksələ bilər. Amma o valyutanın sayına baxmırlar. Başa düşdünüz? Həmçinin, gəlin indi elə bu yaxınlarda tanıtdığımız Folkus'dan danışalım. Baxın dostlarım, Folkus yeni bir proyektdir. Mən bu proyekti nəyə əsasən tanıtdım? Bax, gəlin buradan Algorand'ı açıb baxağın. Algorand'ın DeFi proyekti idi. Bax, buradan Algorand seçdik, Algo. İndi Algo indi 3 dollar 27 sentdən zamanında düşüb 28 sentə, təkrardan 28 dollardan 1 dollar 14 sentə qədər yüksəlib və ondan sonra qalxıb düşüb. Bax, burada məsəl üçün 12 sentə gəlir, 12 sentdən 42 sentə qalxır. Yəni öz istifadəçilərindən bir sözlə də burada, yəni bu qrafikə siz baxdıqda bu demək deyir ki, Algorand insanların əlindən pulları alır dayanmadan. Xeyr, burada axı biz qalxışlarda görürsünüz, yeni təpələrdə görürük. Hal-hazırda Algo komandası işləyir. Məsələn, Folkus'u tanıtdıq. Biz Folkus'u 2 dollar 50 sentdən qardaş 50 dollara qədər yüksəldi. 50 dollar, 49 dollar 56 sentə qədər bir ATH etdi. Yəni burada düşün, artıq sən buralıqdan, diblərdən satın almısansa, sən bunun normaldır ki, digər insanlar kimi satıb xeyrivi götürəsən. Ən azından deyək ki, Folks Finance 1000 dollar qoymuşdunsa, yəni Algoya inanıb 1000 dollar qoymuşdunsa, 1000 dolların lap deyək 10 dollarda satın almısan, 20 dollara Folks
birinin qiyməti qalxdıqda sən 1000 dollar və 2000 dollar olur. Oradan minivi satıb götürürsən. Öz mayağı qarantiləyirsən. Başa düşdün? Növbəti büdcələri, növbəti kriptovalyutalara yatırım edəndə, yəni əlində bir büdcə olsun da. Çünki aldığın kimi satmağı da bəzən bacarmalısan. Elə bir çoxunuzda əsasən buna görə itirir. Yəni düşün, bu kriptovalyutanın lap deyək ki 2 dollar 50 sentdə alır, valyuta 50 dollara qədər yüksəlir, valyutanı əlindən satıb müəyyən hissəsini, bax hamısını sat demirəm ki, müəyyən hissəsini satıb xeyir payını götürmürsə, təbii ki nə olacaq? Bu qrafikdir. Bax qrafik nə deməkdir? Enişli yoxuşludur. Yəni bu qalxdığı kimi bu düşəcəkdir. Ancaq alqo burada indi baxın da bir proyekti dəstəklədi, Folkusu dəstəklədi ilk gündən. Yüksəlişini insanlar gördümü? Gördü. İnsanlara qazandırdı mı? Qazandırdı. Artıq alqo demir, mən bunu ömür boyu götürdüm üzərimə. Bu ömür boyu yüksələ gedəcək. Xeyr. Xeyr, ilk başda açıq-aşkar dəstəyini bildirdi və insanlar bunun sayəsində qazandılar. Alqodan, məsəl üçün mən Folkusu Algoranddan gördüm, həm özüm aldım, həm izləyicimə tanıtdım. Başa düşdünüz? İndi Folks Finance-ın, yəni bunu unudaq. Bu günlərim fundamental analizin baxın arxası buna dayanır. Arxası bax bu şəkildə olur ki, məsəl üçün Tron deyirik, Solana deyirik, Bitcoin Cash deyirik. Bu tərz öndə olan valyutalar dibdə olan valyutaları dəstəklədikdə bu bazar xəzinə kimi daxil. Biz bu bazarda ən diblərə gedərək araşdırmalar aparırıq. Ən diblərdən kriptovalyutalar tapırıq. Bax, fundamental analizidə biz bir kriptovalyutanın ən dib səviyyəsini, məsəl üçün, deyək ki, buradan baxın, 6-cı yerdən 600-cü sıradan bir kriptovalyuta. İndi bunu nümunə üçün göstərirəm. Ori valyutasını açdıq. Ori hal-hazırda biri 83 dollardır. Axırıncı dəfə 12 dollardan nə yaxşı qalxıb bu? 12 dollardan, 10 dollardan bu neyiniyib? 471 dollara qədər yüksəlib bu valyuta Ori. Bunu mən şəxsən bu bazardayam, indi görürəm. Bu haçaq çıxıb 2024-ün 8-ci ayında. Çox qəşəng qalxıb. Sadəcə DEX birjasında var. Bunun məsəl üçün Twitter'ını açdıq. Çox möhtəşəm qalxış verib bu arada. 10 dollardan 50 qata yaxın qazanc verib. Aha, bax, gəl bura. Çox nöqtə bir atış elədik sənin özümün. Bax, Solana tərəfindən Ori izlənilir. Solana. Bax, gəl bura. XRP, Coin Market Cap. Bax, Solana. Zamanında düşüb qalxıb insanlara qazandırıbmı? Düzdürmü? Düzdür, bax, Solana. Bütün hamı tanıyır. Bax, Solana tarafından Twitter'da izlənilir. İndi qiymət qrafikinə baxdığımızda zamanında 925 dollardan bazara girib 920, amma bu qiymət saxtadır çünki volümü yoxdur. Görürsünüz, açılış qiyməti bu olsa da belə bazarda baxın, alım satımına baxın, orada volüm yazılıb. Görürsünüz, 64 dolların aşağısında vol sözü var. 300-400 min dollar arasında alım satımları olub. Bax, ondan sonra düşür 10 dollarlara, 10 dollarlara. Bax, görürsünüz, 10 dollardan 50 qat sənə qazandırır. Başa düşdünüz. Sən artıq bu valyutanı, məsəl üçün, deyək ki, buralıqda tapırsan da, adətən biz valyutaları diblərdə kəşf edirik. Bu valyutanı araşdıranda görürsən ki, hələ məsəl üçün, proyektə sonra keçirsən. Proyekti yoxlamaq bu başqa məsələdir. Bu fundamental analizdir. Solana məsəl üçün gördün ki, bunu izləyir. Sonra başlayırsan Ori'ni Google'da axtarmağa, partnyor olduğu proyektlərlə axtarmağa. Çox təəssüflər olsun ki, mən bu valyutanı indi gördüm. Yəni, açdıq, mən nöqtə atış edirəm də. Qağazan, gördünüz, nöqtə atış. Nümunə olaraq göstərsək də nöqtə atış. Hələ bu DEX-dədir bu arada.
kripto bazarlarından bir dənə bu BingX-dan Elbank da var. CEX birjalarından. Yəni görürsüz, fundamental analizin nəticəsi budur. Bax, düşür 10 dollara, 10 dollardan dan. Hara kimi qalxır? 471 dollara. Yəni 50 qatlıq bir yüksəliş. Başa düşdünüz uşaqlar? Yəni burada əsas nəyi başa düşdünüz indi? Bax, bu qədər danışdım da, düzdürmü? Mən istəyirəm ki, sən hər şeyi başa düşəsən. Bildiyin necə? Yəni məni izləyən bir kütlə qoyun olmasını istəmirəm. Yəni bu o bəzi kütlələr var. Onlar kimi sizin heç vaxt olmanızı həyatı boyu istəmərəm. Bax burada yəni bunu başa düşün ki, mantra bu günlərim bir proyekti dəstəkləsə o proyektdən qaçın. Çünki niyə mantra fırıldaqçıdır. Ancaq XRP bir kriptovalyutanı dəstəkləsə o valyutaya yönəlin. Həmçinin bazarda Solana birini dəstəklətsə, məsəl üçün yönəlin ki, bunu da gözdən qaçırmayaq. Sui dəstəklətsə, ən azından izləmənizi alın. O valyuta düşərsə, axı ortada Sui var. Bu arada dayanmadan da əlaqələrinə, kriptovalyutanın volumuna, necə deyim sizə, yenilikçi paylaşdığı Twitter'ına, həmçinin proyektinə daxil olun, proyektində yeni inkişaflar edirmi, nə olsun indi bu günlərim Solana yox, elə Bitcoin izləyir. Əsas odur, proyekt də hər gün inkişaf eləməlidir, başa düşdünüz. Sonra da baxırsan ki, arxasından məsəl üçün Solana çıxdı, o çıxdı, bu çıxdı, всё. Deyirsən ki, qardaş, düzgün qərar etmişəm, yatırım edirsən, məsəl üçün, bax, buralıqda tapacaqsan da, sən onsuz da onu, bu işin qaydası budur. Buralıqda tapdın, yatırım etdin, 10 dollardan qalxır, bir də görsən 500 dollara kimi. Başa düşdünüz? Yəni bu bəzən də, bax, bizdə keçən dəfə Folks niyə tutdu? Algoronda görə. Tutdu da, qardaş, 10 dollarda tanıtdıq, 50 dollara yüksəldi. Mənim səhvim deyil, yox. Kimsə 50 dollardan indi bu dəqiqə 5 dollara düşür. Canın çıxsın, satmağı da bacar. Aldığın kimi satmağı da bacar. Burada ən azından qoyduğun mayanı hər dəfə hədəflə və götür. Hədəflə və götür. Çünki bu kriptovalyutadır. Qalxdığı kimi elə oraya baxın. 500 dollara qalxıb, qardaşlar, bu bundan o yana neynəsin? Bu düşməlidir də. Buralıqda alan adamlar bunu satacaq da. Sən bu bazardan xeyir götürmək üçün girməmsən. Həmçinin bunlar da belədir. Belə, yəni bax, fundamental analiz qısaca dostlarım bu idi. İnşallah ki, videonu bəyənərsiniz və beləcə Kripto Azərbaycana dəstək olarsınız. Sağ olun, hələlik.